Hamıya salam dostlar. Bugündən sıfırdan ses.com web saytı üzərindən Şamata başlamaq istəyirəm. Sizlər də sıfırdan başlamaq istəyənlər də və yaxud da videoları izləyərək nələrsə öyrənmək istəyənlər üçün bu videoları YouTube'a qoymağı qərar aldım. Sizlər də bu videoların davamlı gəlməyini istəyirsinizsə, mənə kömək məqsədi ilə videonu bəyənib, abunə olub, paylaşıb və yaxud da rəy yazıb mənə dəstək ola bilərlər. İndidən hər birinizə təşəkkürlərimi bildirirəm. Mən dediyim kimi videoları ses.com web saytı üzərindən eləmək istəyirəm. Ona görə ilk videoda da ses.com-a qeydiyyat, ses.com-da yeni hesab yaratma kimi başlamaq istəyirdim. Əgər hər hansısa bir, necə deyim, ses.com bəyənməsəniz, digər web saytlar üzərindən, Şamat web saytlarından, məsəl üçün Lices ola bilər, Ses24 ola bilər. Bunlardan istəsəz kommentlərdə bildirə bilərsiniz. Buradan keçib yeni hesab yaratmaq istəsək, adımızı da YouTube kanalına adı kimi qoysaq əgər. Burada adları falan qoyanda biraz şey ola bilər. Necə deyim, səhv yox, istədiyi kimi olmaya bilər. Ona görə cüzi dəyişkənlik falan etmək lazımdır. Məsəl üçün bu ad rəqəmin olmağını da istər. 2025 olduğuna görə 25 ola bilər. Sonra Gmail yazsaq. 16. Bu da bizim Gmail-imizdir. İstəsəniz əlaqə yaratmaq və yaxud da hər hansısa bir nələrsə təklif etmək istəsəniz çəkinmədən edə bilərsiniz. Burada yazsaq əgər. Burada necə oynadığınız haqqındadır, yəni Şamata yeni başlayırsınız, yəni yenisiz və yaxud da orta və yaxud da advanced-dakı yüksək, yəni daha necə deyim, professional deyək də, professional oynayırsınızsa onu seçə bilərsiniz. Mən də məncə biraz irəli səviyyədə oynaya bilərəm. Ona görə advanced-i seçirəm. Siz necə istəsəniz, hansı birini istəsəniz onu seçə bilərsiniz. Bunu yadda saxlasaq, deyir, Şamatda bacarıq səviyyəniz qabaqcılığı seçə bilərik. Sonra burada taxtanı falan necə olduğunu öz zövqünüzə uyğun seçsəniz, yaşıl falan qala bilər. Bunu istəsəniz seçə bilərsiniz. Təzə dostlar və yaxud da göndərmək istəsəniz eləyə bilərsiniz, amma mənə ehtiyacım yoxdur, ona görə istəmirəm, ötürürəm. Burada da premium səviyyəsində pul vurmaq istəsəniz, reklamsız, sonra Şamat dərslərində YouTube, necə deyim, ses.com-un özündə də olur. İstəsəniz oradan yararlana bilərsiniz. Burada görsəniz bir həftəsi pulsuzdur, sonra isə 90 manatdır bu, yəqin ki manatdır ya da ki dollar ilinə ödəmək lazımdır. Mənim isə ehtiyacım yoxdur. Burada sənin gedişin, hərəkətin hətta. Bunu da keçirlərik, ehtiyac yoxdur. Bəli, beləliklə burada artıq yeni, necə deyərlər, hesabı açmış olduq. Burada nələr var, gəlin onlarla tanış olaq.
burada əsas səhifədir. Pulsuz sınaya bilərsiniz premiumunu. Sonra mesajlar bölməsi vardır ki, hansı ki burada yeni dostlar əldə eləsəniz və yaxud da hər hansısa bir kluba qatılsanız, oradan mesajları ala bilərsiniz və yaxud da mesaj göndərə bilərsiniz. Biz hesabı yeni açdığımıza görə nə dost var, nə də ki hər hansısa bir kluba, klana qoşulmuşuq. Sonra oyunlar var, sonra botlarla oyunlar, məşqçilərlə oyunlar var, turnirlər vardır, sonra 4 nəfərli oyunlar, variantlar, sonra liderlik cədvəli. Bu liderlik cədvəli dünya üzrə götürülür. Yəqin ki, modunuz falan da vardır burada. Game History, burada öz oyunlarınızın keçmişi, tarixi, yəni tarixçəsi də belə deyək, onları görə bilərsiniz. Burada tapmacalar, taktiki basqın, tapşırıq döyüşü, tapşırıq döyüşündə sanki şahmat oynayırsınız rəqibə qarşı. Sadəcə olaraq şahmat yox da məsələ verilir hər birinizə. Deyəsən hətta eyni məsələlər olmalıdır, səhv etmirəmsə və kimin həmin məsələləri daha neçə saniyə ərzində və yaxud da vaxtı olur, həmin vaxt ərzində kim daha çox məsələ həll edirsə, o udmuş olur. Gündəlik tapmacalar olur ki, sizə müəyyən tapmaca verir ki, məsəl üçün bir günə limitli olaraq 4-5 dənəmi tapmacalar olur. Buradan istifadə edə bilərsiniz. Sonra custom puzzles, ənənəvi puzzle'lar da var. Bunlardan da istifadə edə bilərsiniz. Sonra burada dərslər bölməsində kurslar var. Sonra məşqçi ilə oyun var, debütlər. Debütlər haqqında gələcək videolarda məncə nələrsə demiş olaram. Lesson Library dərslərin kitabxanası kimi başa düşmək olar. Təhlillər, sinif otağı, insights, sonluqlar, practice, aim test training. Bunlardan da hamısını mən bilmirəm, yəni necə deyərlər, hər bir şeyini bilmirəm. Amma yəni girib həm nəyi bilmək istəsəniz özünüz yoxlaya bilərsiniz. Əgər özünüz istəmirsinizsə, videonun rəy bölməsində bildirə bilərsiniz. Mən girib yoxlaya bilərəm. Bəli, burada sonra dostlar, klublar, forumlar, üzvlər, bloqlar, məşqçilərlə də tanış ola bilərsiniz. Üzvlərdən adətən öz dostlarınızı tapa bilərsiniz. Sonra dost əlavə etdikdən sonra dostlara düşmüş olur. Sonra da hər hansısa bir klublara daxil olduqdan sonra isə klublardan ona görə bilərsiniz. Burada isə ümumi şəkildə yığıblar hamısını. Burada hədiyyələri, malları, kompüter çempionatı, alətlər bölməsi nəsə marağımı çəkdi. Burada saatından da istifadə etmək olur CS:GO-nun. Mən indi kompüter üzərindəyim deyənə, kompüterdə yəqin ki, saat olmaz. Və yaxud da olsa belə biz burada istifadə edə bilməliyik. Sonra burada Çempion şahmatı, Chess Kid Adventure, uşaqlar üçün məcara deyirlər də, səhv etmirəmsə. Nəsə səhv tərcümə edə bilərəm və yaxud da səhv nəsə deyə bilərəm, indi üzr sayın. Yəni mən də hər bir şey bilmirəm. Sizinlə bərabər öyrənilmiş kimi davam etmək istəyirəm. Kim də necə deyirlər, dostluq atıb bir yerdə oynamaq istəsələr, çəkinmədən atıb sadəcə olaraq videonun rəy bölməsində bildirərlər ki, mən məsəl üçün X adamam, mən də həmin istəyi qəbul edib